Dünyanın ilk tanker muzeyi. Tarixi və gələcəyi birləşdirən unikal bir məkan. Söhbət Suraxanı Gəmi Muzeyindən gedir. Muzeyə çevrilməmişdən əvvəl gəmi kimi fəaliyyət göstərib, xeyli səfərlər eləyib və öz dövrünün nəhənglərindən biri olub. İndi isə Xəzər dənizçiliyinin tarixi ilə yanaşı maraqlı eksponatları və interaktiv təcrübələri ilə ziyarətçiləri cəlb edir. Dənizçilik sahəsinin incəlikləri ilə tanış olmaq istəyənlər üçün bu muzey maraqlı təcrübə təqdim edir. Hələ yox, içəri tələsməyək, gedək əvvələ. Səyahətləri kim sevmir ki? Bəs tarixə, Xəzərin ruhuna səyahətə nə deyirsiniz? Dünyanın ilk tanker muzeyi məhz Azərbaycandadır. Rəngarəng, gözəl, tarix qoxulu. Özəllikləri çoxdur, fərqlilikləri də. Suraxanı Gəmi Muzeyinin əsas və özəl xüsusiyyəti onun gəmidə yerləşməsidir. Məhz bu xüsusiyyət onu ən çox seçilən muzeylərdən edir. Gəmi muzeyə çevrilməmişdən əvvəl xeyli səyahət, səfərlər görüb. Yəni gəmi kimi fəaliyyət göstərib. Hətta öz dövrünün ən nəhənglərindən olub. Bizim gəmimiz 1957-ci ildə inşa edilmişdir və o dövr üçün 3 adalı tanker tipləri kifayət qədər innovativ və yeni üzən vasitə kimi hesab edilirdi və 2017-ci ilə qədər Suraxanı Gəmi Muzeyi ASKO-nun donanmasında fəaliyyət göstərirdi. Son 10 il isə bu gəmi təmizləyici stansiya qismində istismar olunurdu. Azərbaycan Xəzər dəniz gəmiçiliyi 167 illik tarixə söykənir. Keçdiyi yol keşməkeşlidir. Tarixi hadisələrə şahidlik etməklə özü də tarixin bir parçasına çevrilib. Elə buna dair sənədləri muzeydə görmək mümkündür. Muzeydə diqqəti ən çox cəlb edən eksponatlardan biri də bunlardır. Dünyaca məşhur 3 dəniz mayakının modeli. Ən birinci bizim açılış eləyir maketlərdən ən əsası Herkules mayakı İspaniyanın La Carun adalarında yerləşir və tikilişinə uyğun olaraq və dünyanın ən gözəl görünən mayaklarından biridir. Növbəti mayak isə Azərbaycanın ən qədim mayaklar siyahısına daxildir. 1860-cı ildə tikilən Pirallahı qəsəbəsində yerləşən Abşeron mayakıdır. Hündürlüyü 25 metrdir və 102 ədəd pləkanı var daxilində. Növbəti mayakımız isə insan bəşər tarixində ən qədim və ən gözəl mayaklardan biridir. Dünyanın 7 möcüzəsinə daxil edilmiş mayakdır. Adı İskəndəriyyə mayakıdır. Təəssüf olsun ki, günümüzə qədər gəlib çatmayıb. Muzeydə yer alan hər elementin bir mənası var, dərin və tarixi. Çəkiliş boyu gözümə ayıra bilmədiyim tavanı misal gətirək elə. Əvvəllər, keçmişdə bu radistlərin işləri idi. Radistlər müxtəlif üsullarla sahilə, digər gəmilərlə əlaqə yaradırdılar. Bu həm xarici kommunikasiya üçündür, həm daxili kommunikasiya üçündür. Morze kodundan istifadə edirdilər. Onlardan biri də, bu vasitələrdən biri də siqnal bayraqlarıdır. Əslində siqnal bayraqlarının əsası 19-cu əsrə gedib çıxır. 1857-ci ildə ilk dəfə bu siqnal bayraqlarının tətbiq olunmağa başladı və hər bir siqnal bayrağı ya hansısa bir hərfi və yaxud hansısa bir mesajı ötürməyə hesablanıb və işıqlı gündə gəmilər arasında bayraqları qaldırmaqla dənizçilər onlar arasında bir vasitə qururdular, bir kommunikasiya qururdular. Bundan başqa İstanbulun simvolu məşhur Qız Gülləsi, Azərbaycanın ən qədim mayaklarının maketi və s. Bu səbəbdən muzeyin daim həm xarici, həm yerli ziyarətçisi var. Dəniz ətrafında gəzirdim. Birdən bu muzeyi gördüm. Düşündüm ki, nə maraqlı, gəmilər barədədir. Ona görə bura gəlmək qərarı aldım. Gələrkən gəmilər, bu gəmilərin növü, niyə buradadır kimi suallara cavab tapmaq istəyirdim.
Muzeyi keçmiş və gələcək arasında körpü adlandırırlar. Biz də gəmi vasitəsilə keçmişə səyahət etdik. Dənizçilik sahəsinin özəllikləri, gəminin idarə edilməsi, ona qulluq və digər prosesləri də interaktiv və trenajör formatlarında izlədik. Bir sözlə, bir görən, bir də qayıtmaq istər bu məkana. Rəqsanə Qasımzadə, Etibar Qurbanov, İlqar Abdullayev, Vidadi Qəniyev, İTV Xəbər.